Deməli uşaqlar, sualların izahını davamını çəkirəm. Birinci mətndən başlamağımızı istəyirəm. D variantıdır bu arada yenidən qeyd edeyim. Bir il mətni. Mən mətni oxumuşam, tanış olmuşam. Siz də bu izaha qulaq asmamışdan əvvəl mətni oxumağınızı, hal-hazırda tam ekran qoymuşam, mətni oxumağınızı və daha sonra izahlara qulaq asmağınızı məsləhət görürəm. Burada videonu dayandıra və mətni yenidən oxuya bilərsiniz. Birbaşa mən keçirəm suallara. Mətnə əsasən Fuad obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Deyir, universitetdə burada daha yaxşı düşməyib, bilmirəm, görürsünüzmü? Universitetdə daxil olmaq üçün biliyi kifayət etmir. Xeyr, daxil olur, bu səhvdir. İmtahandakı uğursuzluqdan sonra zavodda işləmək məcburiyyətində qalır. Xeyr, heç ümumiyyətcə imtahana girmir, istəmirdi imtahana girmək, səhv fikirdir. Buna baxırıq. Usta Səlimlə səmimi münasibət qurmağa nail olmuşdur. Bəli. İşin incəliklərini öyrənir. Bəli. 3 və 4 düzgün fikirlər olacaqdır. A variantı. Hansı cümlədə, mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdir? Gəl əvvəlcə sözlərimizi tapmağa çalışaq. Bir israr sözüdür. İşarə eləmişəm orada. İsrar. Hamısını buraya yazaq. İkinci, hüzün sözüdür. Hüzün. Üçüncü, qıvraq sözüdür. Qıvraq. Dördüncü isə ovqat sözüdür. İndi sözlərimizi buraya yazandan sonra sərbəst bir şəkildə variantları oxuyuruq. Əhvalını xoş ovqatında heç nəyə etiraz etmədi. Bax, əhval sözünü burada gətirib nəyə qoyarsan? Ovqat sözünə qoyarsan. Görsən, burada uyğunlaşma var deyə getdi. Almurad çevik hərəkətli. Bax, çevik sözünün harasına qoyarsan? Qıvraq sözünə qoyarsan. Uyğunlaşdı mı? Müğənninin səsi insana kədər gətirirdi. Yəni, hüzün gətirirdi. Uyğunlaşdı. Rəisin təkidinə baxmayaraq, yəni israrına baxmayaraq uyğunlaşma var. Zavod sanki canlandı, intensiv iş gedirdi. Buradakı sözlərin heç birinin mənası bu 4 dənəsinə uyğun gəlmir. Onu gördüksən, cavabın olacaq Y variantı. Mətnə əsasən boşluqların yerinə yazıla biləcəyi cümlələrin ardıcıllığını müəyyən elə. Əvvəlcə nə edirik? Birinci boşluqlarımızı tapırıq. Bax, bu sənin birinci boşluğun. Bu sənin ikinci boşluğun. Bu sənin üçüncü boşluğun. Bu sənin dördüncü boşluğun. Deməli, boşluqları tamamlamaq üçün sizə məsləhət görürəm ki, əvvəlcə burada məsəl üçün abzas yenidən başlayır, onu ehtiyac yoxdur. Amma abzasın ortasında verirsə boşluğu, ondan əvvəlki cümlələri oxumaq daha məsləhətdir. Gəl tapmağa çalışaq. Briqada yoldaşlarım, qocaman usta Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrətdilər. Usta Səlim məni son beşiyimi adlandırır, dərdimi sərimi diqqətlə dinləyir, mənə öyüd verirdi. Yeni işə girilən vaxtlarıdır, həmin hissəni nə ilə artıra bilərsən? Onun əzabını, ağrısını üzürü sayın. Artıq zavodda faydasız xeyr. Bu ümumiyyətcə uyğunlaşmadı. Artıq zavodda işlədiyim bir neçə gün idi. Bəli, bir neçə gün idi və burada da yeni hələ onlarla tanış olurdular. Usta da onu son beşiyi adlandırırdı. Deməli, 2 ilə sən başlaya bilərsən. Ardıcıllığın 2 ilə başlayacaq. Sonra keçirik digər boşluğa. Yenə, bax, burada mən məsləhət görürəm ki, bax, bu abzasdan başlayıb oxuyasan. Son vaxtlar Usta Səlim xeyli dəyişmişdi. Gözlərində dərin hüzün var idi. Əvvəlki qıvraq davranışından əsər qalmamışdı. Ovqatı da tez-tez korlanırdı. Son vaxtlar heç özünə oxşamırsan, usta dedim. Mən çoxdan özümə oxşamıram. Oğul, görək o özünə niyə oxşamırmış? Onun əzabını, ağrısını, xeyr, uyğun gəlmir. Ən çətin böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan, qüvvət, mətanət hissi aşılayan insanları tanıdım. Dəxli yoxdur. Qabaqki kimi işləyə bilmirəm, barmaqlarım sözümə baxmır. Hə, bu artıq niyə onun özü əvvəlki kimi olmadığını göstərir. 2-4, bunu da işarə edirəm. Sonra keçirik 3-cü boşluğa. Yenə məsləhət görürəm ki, bu hissədən başlayasan. Hər kəs öz yerini tapmalıdır, ancaq bizim yollarımız ayrılır, mən gedirəm. Hara, niyə? İşdən çıxacağam, istəmirəm qulağım eşdə işə bu kişi nə vaxt gedəcək desinlər. Ustanı bu yoldan çəkindirməyə, təşəbbüs göstərməyin mənasız olduğunu düşünüb sustum. 2 variantımız qalıb. İkisindən hansı daha uyğundur? Onun əzabını, ağrısını artıq zavodda faydasız olduğunu düşünməsini anlayırdım. Bəli, bu uyğundur. Elə onu anladığı üçün də onu getməyə mane olmağa çalışmadı. Çünki onu anlayırdı.
bir ora uyğundur. Digərini də yoxlamağa çalışaq. Ən çətin böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan qüvvət, mətanət daşıyan insanları tanıdım. Xeyr, burada Fuadın hisslərindən söhbət gedirdi. Bu isə Ustuya aid olacaq bir cümlə olduğuna görə Fuada aid deyil. Çünki ona dəxli yox idi. Ona görə 3 uyğun deyil. 2, 4, 1 ilə davam edirik və sonra da əlbəttə ki 3 qalacaq. Yenə də yoxlayaq. İşdən çıxacağam. Yox, burada. Həyat məktəbi bircə ildə çox şey öyrəndim. Həyat məktəbi keçdim. Möhkəm, zəif, saf adamlarla münasibət qurdum. Əsl kişilərlə çiyin-çiyinə çalışmağı öyrəndim. Ən əsası öz yerimdə olmağı öyrəndim. İndi bu Fuadın fikirləridir. 4-ə nə qoyacağıq? Ən çətin böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan qüvvət, mətanət daşıyan insanları tanıdım. Bu Fuada aid olduğu fikir olduğu üçün 3 rahatlıqla qoya bilərik. Düzgün variant elə B olacaq. Düzgün işarələnibdir. Mətnə əsasən nəyin səbəbini müəyyən etmək mümkün deyil. Mətni oxumusunuzsa, ustanın işdən getmək istəməsinin elə səbəbi bax burada tapmışdıq. Çünki o artıq əvvəlki kimi işləyə bilmirdi. Barmaqları sözünə baxmırdı. Bax bu cümlə ilə onun səbəbi kimi göstərilə bilər. Ona görə də bunun səbəbini çıxartmaq mümkündür. Bu getdi. Ananın işdən çıxmasına həmin abzasa qayıdıb gəlib baxası olsaq, bax bir neçə ay əvvəl işdən çıxan anamın israrına fikir verməyərək qəbul imtahanına getməmişdim. Burada ananın işdən çıxmasına heç bir səbəb göstərilmir. Ona görə də neynirik? Bunun mümkün deyil də səbəbini tapmaq. Çünki verməyib mətndə. Fuad zavodda işləmək qərarının. Gəl baxaq görək tapmağa çalışaq. İndi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş. Bax elə bu kifayətdir ki, sən ona bu hissə kifayətdir ki, sən ona səbəb verəsən. Anasına dəstək olmaq üçün Fuad zavodda işləmək qərarı verdi. Buna səbəb tapmaq mümkündür. Ananın övladlarını tək böyütməsini. Gəl baxaq görək ana niyə övladını tək böyüdürdü? Deməli, hansı hissədədir o? O qardaşımla məni tək böyüdüb, çox çətinliklər görmüşdü. İndi bu atası niyə yoxdur bu uşağın? Niyə tək böyüdübdür? Niyə məsələn nənə baba kömək eləməyibdir? O baxımdan heç bir səbəb vermir. Ona görə də bunun da səbəbini tapmaq mümkün deyil. Fuad öz işi ilə bağlı niyə məmnun idi? Bax elə bax bu altından xəttədiyim bax bu cümlə var 43-cü sualda. Çünki o həyatının ən çətin vaxtlarında onun əlindən tutub ona dəstək olan qüvvət, mətanət hissi aşlayan insanları tanımışdı. Ona görə də işinlə bağlı məmnun idi. Məmnunluq hissləri keçirirdi. 2 ilə 4-ə səbəb verəməzsən C düzgün işarələnib. Gəl baxaq 6-ya, 45-ə. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən elə. Deyir, mətndə məlumat var, mətndə məlumat yoxdur. Müəllimləri Fuadın gələcəyi ilə bağlı yüksək fikirdə idilər. Burada olmalı idi elə bir şey. Tapmağa çalışaq görək. Deməli, harda yazılıb o? Bu arada, yəni mətndə dəqiq olaraq cümlə tapılmalıdır. Hardaydı? Oxumuşdum elə bir cümlə. Deməli, burada. Müəllimlərimdən, sinif yoldaşlarımdan eşitdiyim Fuad məşhur riyaziyyatçı olacaq sözlərini unutmağa başlamışdım. Deməli, müəllimlər deyirmiş ki, o yüksək riyaziyyatçı olacaq. Bax, görsən məlumatı tapdın. Fuad zavodda maşın qayırma sahəsində çalışır. Gəl baxaq görək maşın qayırmada mı çalışırdı? Elə bir məlumat varmı? Bir qada yoldaşlarım. Bu hissədə yoxdur. Mən maşın qayırma sahəsində çalışdığına aid bir məlumata rast gəlmədim. Fuad zavoda gələndə usta Səlim düşünmüşdü ki, nə vaxtsa onu Fuad əvəz eləyəcək. Bu cümlə var idi. Tapmağa çalışaq. Bir dəqiqə. Bəli, burada. Hətta sən bura gələndə düşünmüşdüm ki, nə vaxtsa məni sən əvəz edəcəksən. Faktiki cümlə var. Deməli, 1, 3. Mətndə məlumat yoxdur. Fuad ailənin yeganə övladı deyil. Məlumat yoxdur, deyir bu barədə. Baxaq. Zavod bir neçə ay əvvəl istəyirdim qardaşımla. Burada görürsünüz, məlumat var. Yəni, onun ailənin yeganə övladı olmaması barədə məlumat var. Bunu götürməyəcəyik. Qoy hətta başınızı qarışdırmasın deyə bu işarəni silim. 4-ü götürməyəcəyik. Çünki onun haqqında məlumat var. Səndən məlumat olmayan hissəni istəyir. Hələ ki, 1 ilə 3-ü götürmüşük. Ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Bu barədə heç bir məlumat yoxdur. Çünki sonraki taleyini bilmirik. Nə ustanın, nə də işçilərin. Bunu götürə bilərsən rahatçılıqla. 1-3-5. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşı idilər.
Bu barədə heç bir məlumat yoxdur. Bəlkə də qarşı idilər, bəlkə də deyildilər. Bunun haqqında məlumat vermir. Cavab olacaq 1, 3, 5, 6. D variantı. Burada bəzi suallar var ki, açıq suallar hissəsində, yəni cavab kartındakı cədvəl lazımdır bizə. Məsələn, burada mətnə əsasən cədvəl tamamlayın. Ona görə bu suala baxa bilmirik, çünki əlimizdə cavab kartı yoxdur. Və mətnə əsasən Eyler-Venn diaqramını doldurun. Biz bilmirik Eyler-Venn diaqramının tələbləri nədən ibarətdir. Yəni kitabçıya baxaraq bilmirik. Ona görə 47 ilə 48-in izahını verə bilmirəm. Keçək 46-ya. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən elə yaz. Gəl işarələri tapmağa çalışaq. Biri budur. Bu qulağından girib o biri qulağından çıxırdı. Digəri isə həyat məktəbi keçdim. Deməli, üçbucaq nə idi? Üçbucaq işarəsi bu qulağından girib o biri qulağından çıxırdı. Yəni nə edirdi? Əhəmiyyət vermirdi. Əhəmiyyət vermirdi. Vecinə almırdı. Eşitmirdi. Vecinə almırdı. Frazemdir də bu ifadə. Və yaxud da eşitmirdi. Qulaq ardına vururdu. Bunların mənasını vermək olar. Sonra dördüncü, bu nə idi? Həyat məktəbi keçdim. Həyat məktəbi keçəndə insan nə olur? Bilgi toplayır, təcrübə toplayır, həyatın yaxşısını, pisini tanıyır. Bunları da vermək olardı onun mənası kimi. İnsan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır. Daha digərini yazmadım. 46-da şifahi dedim, özünüz yazdığınız cavabına yoxlayarsınız. İnsan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır. Aforizmini mətnlə əlaqələndir və fikirlərini yaz. Bax, bu aforizmin. Aforizm sözünü çox da özünə dərd eləmə. Çoxu bunun hikmətli ifadə olduğunu başa düşmür. Üstündən xəttə etsin olmaz. İnsan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır cümləsini mətnlə əlaqələndir. Necə əlaqələndirərsən? Kim idi o öz yerini tapanda əsl xoşbəxtliyə çatan? Fuad idi. Bəs necə oldu ki, öz yerini tapdı? Ya başlayırsan, yazırsan Fuad ustaların yanında, Usta Səlim idi deyəsən. Usta Səlimin yanında həyat məktəbi keçdi. Orada nə qədər özünü xoşbəxt hiss eləsə də, başa düşürdü ki, onun yeri ora deyil. Daha sonra universitet imtahanına hazırlaşdı. Hal-hazırda da özünü oxuya-oxuya işləyən fəhlə tələbə adlandırırdı, səhv eləmirəmsə. Mən bu elə bir cümləyə rast gəlmişdim, bəli. Özünü adlandırırdı ki, mən elə belə tələbə deyiləm, fəhlə tələbəyəm. Öz əlinin zəhməti ilə yaşayan tələbəyəm. Və elə olduğuna görə də xoşbəxt idi. O əsl xoşbəxtliyi ona görə çatdı ki, həm həyat məktəbi keçdi, həm də getdi həyatda öz yerini tapdı. Və bu cümlələri yazı olaraq da yazırsan, olur sənin cavabın. Altından xətt çəkilmiş, daha mən yazmıram, burada yer yoxdur. Altından xətt çəkilmiş cümlənin mətni səciyyəvi üslubu ilə xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yenidən yaz. Burada mətnimiz bədii üslubdadır. Müxtəlif cəhətlərdən də bunu görmək mümkündür. Altından xətt çəkilmiş cümləni biz bədiiləşdirməliyik, məcazləşdirməliyik ki, öz üslubuna daha uyğun olsun və zənginləşsin. Gəl altından xətt çəkilmiş cümləyə baxaq. Bu buranı silim. Dəqiqə. Bax, bu hissədir. İndi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Bunu bədii üsluba uyğunlaşdırmaq üçün nə edirsən? Götürürsən istənilən ifadəni məcazləşdirməyə çalışırsan. Ən çox da məcazilik daşıyan ifadələrimiz hansıdır? Frazemlər. İndi mən anama dəstək olmaq istəyirdim. Ananın qabağını artır ki, həyatda çox çətinliklər görmüş, həyatın istisinə, soyuğuna qatlanmış, kirpiyi ilə od götürmüş anama dəstək olmaq istəyirdim. Ananın qabağına artır frazemləri. Daha sonra dəstək olmaq, əlindən tutmaq frazemi dəstək olmaq, kömək etmək deməkdir. İndi mən anamın əlindən tutmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş ifadəsini necə eləyərdin? O dünyanın hər əzabına qatlaşmış, bayaq dediyim kimi kirpiyi ilə od götürmüş frazemini, anamı, çox çətinliklər görən anamı dəstək olmaq istəyirdim. Yəni, müəyyən bir ifadəni götürürsən, frazem və yaxud da bədii ifadə yarada bilirsənsə, bir bədii ifadə yaradıb cümləyə əlavə eləyirsən, o da sənin üslubuna uyğun olaraq cümləni dəyişdirməyin və yaxud da genişləndirməyin sayılır. Siz hansını yazmısınızsa, düzgün hesab etmək olar. Bu da 50-ci sual. Digər mətni də çəkəcəm indi, ikinci mətni.